Salamlar hər kəsə. Bugünkü videomuzda TİM Dövlət İmtahan Mərkəzinin özünün təqdim etdiyi seminarda 2027-ci ildə tətbiq olunacaq imtahan modeli ilə bağlı təqdimat verilibdir. Yəni bütün istiqamətlər üzrə oxu, dinləmə, yazı və esse necə yazılmalıdır xüsusilə onun haqqında izah verilibdir ətraflı şəkildə. Mən də onu sizə izah edəcəm və bu qərar qəbul olunduqdan, yəni keçən ildən etibarən qəbul olunduğu gün andan etibarən mən özüm sınaq hazırlamışam və bu ilin 2027-nin 11-ci sinifləri, yəni keçən ilki 10-cu siniflərlə artıq biz mən hazırladığım imtahan modeli, yeni imtahan modelinə aid sınaqlar işləmişik və indi bu təqdimatı sizlə müzakirə edib, izah etdikdən sonra görəcəksiniz ki, mənim hazırladığım sınaq da eyni ilə təqdimatdakı kimidir, sual tipləri və quruluş baxımından. İlk başlayaq izaha. Baxın, birinci səhifədə yazılıb, tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli, təqdimatın məzmunu, yəni 2027-ci il imtahanında şagirdlər ingilis dilindən hansı suallar və tələblərlə qarşılaşacaqlar? Baxın, dinləmə və oxu məzmun xəttləri üzrə mətnlərə tələblər, dinləmə mətninə aid 4 sual tipi, oxu mətninə aid 4 sual tipi, paragraf artıq bu esseyə keçdi. Onun xüsusiyyətləri, tərkib hissələri hamısını tək-tək gözəl şəkildə burada izah edir. Mən də bunu sizin üçün izah edəcəm və özüm hazırladığım imtahan modelində də sizə göstərəcəm bunları tək-tək. Baxın, bu imtahan modeli artıq mən qərar qəbul olunduqdan bu yana hazırlamışam bu formada və hazır cavabları ilə birlikdə. Sınaqları işləmək istəyənlər, izahına baxmaq istəyənlər, WhatsApp, Instagram, TikTok, YouTube üzərindən mənlə əlaqə saxlaya bilər, dərslərimə qoşula bilər və sadəcə testlərin izahlarına baxa bilər və faydalana bilərlər. Baxın, bu formada hər birinin ətraflı cavablarımla birlikdə imtahan modelinə aid sınaqlar tərtib etmişəm. Davam edək. Paragraf, onun növləri, yeni model verilmiş yazı, tapşırıq üzərində iş, paragrafın yazılma mərhələləri, nümunə üzərində izah, paragrafın qiymətləndirilməsi meyarları. Müəllim, 11-ci sinifdə bizə necə olacaqdır, neçə sual olacaqdır? Oxu mətni nə qədər olacaq, dinləmə nə qədər olacaq? Baxın, hamısı yazılıb artıq burada. Ümumi 26 test tapşırığı olacaqdır. 25 qapalı, biri yazılı. Yəni bu sizin essenizdir, bir yazılı dedikdən. Bir dinləmə mətni, mətnə aid 3-ü çox seçimli, biri isə doğru və yanlış cavabın seçilməsi tələb olunan 4 qapalı tipli test tapşırığı. Baxın, nümunə də göstərim sizə. Baxın, bu bizim dinləməmizdir. Birinci sualımız, what is the passage mainly about? Mətn nə haqqındadır? 2. According to the passage, what can make a huge impact on your mental health? Sualdır. Suala cavab verməlisiniz. Təbii ki, mətnə əsasən. 3-də cümlə tamamlama verir. Baxın, cümlə tamamlama, nöqtə qoyub. Siz cümlənin ardını tapmalısınız. Və 4-cü nəhayət, true, false, doğru, yanlış. Bu da 4 sualdan ibarətdir və ümumilikdə təklik sual olacaq. Yəni 3, 4-cü true, false, o da öz tərkibində 4 sual olacaqdır. 2 oxu mətni, fikir verin, 2 oxu mətni və hər mətnə aid 3-ü çox seçimli. Biri isə doğru və yanlış cavabın seçilməsi tələb olunan 4, ümumi 8 qapalı test tapşırığı. 2 readingimiz var. Baxın, burada reading 1. Reading 2. Reading 1 əslində birinci sınaq olduğu üçün mən nisbətən asan səviyyədə tərtib etmişəm və getdikcə sualların səviyyəsi də çətinləşir.
Birinci readingdə yenə what is passage mainly about mətn nə haqqındadır. 2-də cümlə tamamlamadır yenə. 3-də not mentioned verilməyibdir mətndə. 4-də yenə də true false olacaqdır. İkinci readingdə bu formadadır. Yenə birinci sual mətn nə haqqında, cümlə tamamlama, mətndə nə verilməyib, true false. Bu belə. Qrammatik leksik bilikləri yoxlayan 13 qapalı test tapşırığı. Bəli, 13 qapalı test tapşırığımız. Baxın, grammar buradan başlayır. 13-ə qədər. Və nəhayət writing. Verilmiş sual və ya fikir əsasında faktlar, mülahisələr irəli sürərək öz fikirlərini, baxın, öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq. Belə. İndi gəldik dinləmə və oxu məzmun xətləri üzrə mətnlərə qoyulan tələblər. Baxın, istifadə olunan mövzular deyir burada. Texnologiya, mədəniyyət, incəsənət, film, kino, heyvanlar, təbiət, ətraf mühit, geologiya, görməli yerlər, tarix, coğrafiya, antropologiya, idman, iş, şəxsi münasibət. Bəs istifadə olunmayan mövzular nə olacaqdır? Din, siyasət, təbii fəlakətlər, müharibə, cinayət, soyqırım, gender məsələləri, diskriminasiya, fizika, kimya, biokimya, genetika, mühəndislik. Baxın, bunların əksəriyyətində terminlər olduğuna görə, yəni çətin olacağı üçün ümumi hər kəsə aydın olan mövzular seçilib. Baxın, daha çox geniş yayılmış, hər kəsin cavablandıra biləcəyi mövzular seçilibdir. Söz sayına qoyulan tələblər dinləmədə 150-170 söz bir cümlə. Bu sizin üçün deyil, yəni oxuyub çaşdırmayın özünüzü. Bu dinləmənin suallarına qoyulan tələblərdir. Bir cümlədə orta hesabla 10-13 söz, maksimum 25 söz işlənməlidir. Elmi publisistik burada hazırlanmalıdır. Dərslikdə olmayan söz dəyişdirilməli. Dəyişdirmək mümkün deyilsə, mətn daxili müvafiq izah verilməlidir. Yəni sizin 11 il ərzində keçdiyiniz dərslikdən kənar bir söz olmayacaqdır. Sizin bilmədiyiniz, keçmədiyiniz, sizə məlum olan heç nə olmayacaq. Söz sayına qoyulan tələblər bu artıq oxu mətnidir. Oxu mətni 150-170 söz, orta hesabla 10-13 söz, maksimum 25 söz. Ümumi dünya görüşünə əsaslanan mətn dərslikdə olmayan söz dəyişir. Yenə də baxın, dərslik çərçivəsində olacaqdır. İkinci oxu mətnində 170-200, nisbətən ikinci oxu mətninin həcmi birincidən genişdir. Orta hesabla 9-12 söz, maksimum 25 söz. Bu da biri dünya görüşlə bağlı olacaqdır. Digəri isə elmi publisistik üslubda hazırlanmış olacaqdır. Fikir verin. Bir dünya görüşünə aid olacaqdır. 150-170 sözdən ibarət. İkincisi ilə elmi publisistik üslubda olacaqdır. Bu 170-200 sözdən ibarət olacaqdır. Ümumi tələb mətnlər məzmun standartlarının tələblərinə, məktəb proqramına, imtahan verənlərin yaş xüsusiyyətlərinə, əldə etdikləri bilik bacarıqları uyğun olmalıdır. Dinləmə mətninə aid 4 sual tipi. Birinci, mətn nə haqqındadır? 2, suala cavab ver. 3, cümləni tamamla. 4-də də true false. Dinləmə mətni səsləndirilməzdən əvvəl tarixlə tanış olmalıdır. Əsas sözlərin altını xətt çəkməlidir. Hansı hissələrdə verildiyini təxmin edir, qeydlər aparır. 2 dəqiqəlik fasilə doğruluğundan əmin olduqda cavabları qeyd edir. Bu artıq sizin üçün tövsiyələrdir. İkinci dinləmədə cavablandıra bilmədiyi 2 və daha çox seçim arasında qaldığı məqamlara nəzər salın. Məsələn, bunu siz özünüzün artıq mənim uşaqlarım işlədikcə hər kəsin özünə daha uyğun olan metodunu, hər dəfə bir metodu yoxlayaraq seçirik. Bütün sualları birinci dinləmədən baxanlar da var. 1-2, 3-cü suallara baxıb 4-ü ikinci dinləmədə baxanlar var. Yəni, bu artıq qalır sizin dinləməni hansı xüsusiyyəti özünüzə uyğun, hansı taktikanı, belə deyim, özünüzə uyğun seçməyinizdən asılıdır. Yəni, hər kəsə bir üsul faydalı ola bilər. Biz bunların hamısını yoxlayırıq və hər bir şagirdə uyğun olanı seçib, onun üzərində dinləmə suallarını cavablandırırıq. Bu dinləmə ilə bağlı digər videoda oxu mətni ilə bağlı sualları oxuyacağıq. Bəlkə elə bunu da oxuyaq. Writing-i saxlayarıq ikinci videoya. Oxu mətninə aid 4 sual tipi. Yenə də bayaq dediyimiz kimi
mətn nə haqqındadır, suala cavab, cümləni tamamla və true false. Məncə bu model daha sizə uyğundur. Writing sizi qorxutmasın. Onu da asan şəkildə öyrənib, sizə öyrədib yazdıracağım. İlk mərhələdə mətnə dair test tapşırıqları ilə tanış olur. Natamam cümlədə true, false, verilmiş cümlələrdə əsas sözlər, yenə də açar sözləri müəyyən etməliyik. Mətnə nəzər salaraq uyğun hissəni tapır, tələsik qərar vermir, doğru yanlış olduğunu eyni qaydada müqayisə edir. Parafraza olunmuş. Yəni burada nədir? Məsələn, mətndə sözü veribdir, lakin sualda sizə onun antonimini vermiş ola bilər, yaxın mənalısını və ya sinonimini vermiş ola bilər. Ona görə də bizim söz bazamız güclü olmalıdır. Yəni 11 illik təhsildən, məktəbdə nə sözlər keçmişiksə, heç olmasa onun 70-80%-ni bilməliyik. Yəni heç olmasa, əgər təbii ki, normal nəticə gözləyiriksə. Şagird mətndə nədən bəhs edilməsi ilə bağlı test tapşırığına qalan iç tapşırığını etdikdən sonra nəzər yetirilir. Test tapşırığını etdikdə mətnlə bağlı təəssürat yaranmış olur. Mətnə ümumi baxış keçirir. Həmin test tapşırığında verilən variantların hər birini diqqətlə oxuyaraq doğru cavabı müəyyən edir. Baxın, eyni ilə modeldə olduğu kimi. Burada artıq yerini dəyişmişəm. 13-ə qədər qrammatik suallar olsun. Dinləmə. Baxın. Formada readingimiz biraz getdikcə genişləndirmişəm. Təbii ki, biz daha iri həcmli, biraz daha çətin səviyyədə testləri yazmağı da öyrənməliyik ki, imtahanda düşən orta səviyyəli testi rahatlıqla o zaman müddətində asan bir şəkildə yazmağı bacaraq. Yəni, hər bir səviyyədən testlər işləməliyik. Yəni, şərt deyil ki, müəllim təqdimatda bu formada veribdir, biz yalnız bu söz qədər oxumalıyıq, mətnlərimiz bu qədər sözdən, məsələn, 200 sözdən ibarət olmalıdır, artıq ola bilməz deməyək. Çünki biz hər cür səviyyədə, hər bir çətinlikdə olan reading, listeningləri işləməliyik ki, imtahanda asanlıqla sualların öhdəsindən gələ bilir və təbii ki, yüksək nəticə gözləyiriksə və istəyiriksə.